Çox soruşursunuz ki, Nazlı xanım, necə eləyək ki, qəbz olmayaq? Bu qəbzlikdən necə qurtulaq? Bu barədə çox danışmışıq. Necə yeyək, necə içək, necə qidalanaq? Amma mən bu gün səhər rutinindən danışmaq istəyirəm. Səhər rutinini dediyimiz qəbzliyə meyilli olan insanlar, uzun müddətli xronik qəbzlikdən əziyyət çəkənlər səhər duranda nə etməlidir? Səhər duran kimi yatağınızın baş ucuna 2 stəkan ilıq suyu qoyun və mütləq duran kimi bunu qəbul edin. Bundan sonra səhər yeməyinizi yeyin. Mütləq lifli qidalar səhər yeməyində üstünlük təşkil eləsin. Səhər yeməyinizi yeyəndən sonra tualetiniz oldu, olmadı, mütləq tualetə gedin və 5-10 dəqiqə gücənmədən böyük bayıra çıxmaq istəyi yaradın. Bu, sizin tənbəlləşmiş bağırsağınızla beyin arasındakı olan münasibətləri düzəltmək üçündür. Bundan sonra durub mütləq 10-15 dəqiqə hərəkət eləyin. Saat əqrəb istiqamətində göbək ətrafında qarnınızın masaj hərəkətləri eləyin. Və həmçinin də mütləq squat dediyimiz çömbəlmə hərəkətini, əgər sağlamlığınız yol verirsə, yaşınız yol verirsə, dizlərinizdə bir problem yoxdursa, 10-15 dəfə eləməyə çalışın və bundan sonra gündəlik həyatınıza başlayın. Mənə elə gəlir ki, qəbzlik xəstələri bu dediklərimi səhər həyata keçirsələr və gün ərzində də bol lifli qidalansalar, 2 litrə yaxın maye qəbul eləsələr, qəbzliyə qalib gələ bilərlər.